Embavut şirkəti Bakının Şıx çimərliyində və Sumqayıt şəhərində yerləşən çimərlik ərazisində təmizlik aksiyası keçirib. Ölkənin ilk milli mebel brendi olan Embavut şirkəti korporativ sosial məsuliyyət layihələri çərçivəsində daha bir ekoloji təşəbbüsə imza atıb. Şirkətin əməkdaşları Bakının Şıx çimərliyində və Sumqayıt şəhərində yerləşən çimərlik ərazisində təmizlik aksiyası keçiriblər. Məqsəd sahil zolağının tullantılardan təmizlənməsi, ekoloji dəyərlərin təşviqi və ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltməkdir. Embavut şirkəti olaraq ətraf mühitin mühafizəsi korporativ sosial məsuliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Bu məqsədlə hal-hazırda Bakının Şıx çimərliyi və eyni zamanda Sumqayıt şəhər çimərliyi ərazisində əməkdaşlarımızın fəal iştirakı ilə təmizlik aksiyasına start vermişik. Məqsədimiz ekoloji düşüncəni təşviq etmək və bu istiqamətdə cəmiyyətin maariflənməsinə dəstək olmaqdır. Aksiya zamanı toplanan plastik və digər bərk tullantılar aidiyyatı üzrə utilizasiya məntəqələrinə təhvil verilib, sahildə sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması istiqamətində addımlar atılıb. Embavut şirkətindən bildirilib ki, bu cür təşəbbüslər korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi kimi davam etdiriləcək.